Sabah xeyir olsun. Biz artıq İstanbuldayıq. Bura Sultanahmetdir. Burada Ayasofyadır. Və bizim oteldən 6-cı mərtəbəsindən açılan görüntüdür. Hansı ki burada biz səhər yeməklərimizi eləyəcəyik. Burada bizim səhər yeməyimizi batırdığı yerdir, yeməyimizdir. Növbəti videoda otelimizin adını deyəcəm. Biraz çətin addır. Yadda saxlaya bilmirəm, nə yalan deyim. Belə. Çox qəşəng panorama var. Bizim otelimizin arxa tərəfidir. İndi çalışacağıq quşlara yemək verir. Sultanahmet, Ayasofya məscidlərinin yanında. Getdik. Bir eski qaqaşki. O götürdü. Sağ ol. Salam bir də dostlar. Deməli biz hal-hazırda Gülhane parkındayıq. Çox qəşəng biri var, çox qəşəng, super, ləzzətli. İnşallah indi bir düşəcək aşağı. Bir balaca otellər, daha doğrusu muzeylər haqqında məlumat vermək istəyirəm. Kim ki ilk dəfə bura gələcək. Deməli burada necədir? Xarici vətəndaşlar üçün ki biz xarici vətəndaş sayılırıq. 5 günlük muzeyin pas kartları var ki onlardan ala bilərsiniz. Demək olar ki bütün muzeylərə pulsuz giriş eləyə bilərsiniz. Amma ki misal üçün Bazilika Cisterna muzeyi var ki ora bu daxil deyil. Ora giriş bir adam üçün təsəvvür edin ki 2750 TL, bir sözlə 40 euro, yəni 80 manata yaxın puldur bir adama. 2 adama 160 manat. Bu məncə kifayət qədər çoxlu böyük məbləğdir. Mən təbii ki hər şeyi müqayisədə bilmək olur, hər şeyi. Avropada 9 gün, 10 gün Avropada qaldım. Vallahi da mən bir muzeyə 40 euro verməmişəm bir adam üçün. Yəni belə bir şey olmuyor bizdə orada. O yüzden deyirəm ki bu cəhətdən bəli, bahadır. Bu cəhətdən bahadır. 105 euroya alıb bütün demək olar ki yerdə qalan muzeyləri gəzə bilərsiniz. İçində misal üçün Topkapıdır, Ayasofyadır və digər belə deyim məşhur muzeylər də ona aiddir. Bura ama park pulsuzdur, girişi pulsuzdur. Birazdan buranı da gezəcəyik. Görə alınsa Taksim. Böyük adanı təbii ki məsləhət görürəm. Kim ki gəlsə Böyük ada var, ora mütləq getsin. Kadıköyü mən çox xoşlayıram. 2018-ci ildə çox mənə ləzzət eləmişdi. Fənərin stadionu da oradadır bu arada. Beşiktaşla üzbəüz yerləşir. Beşiktaşın stadionuna üzbəüz təxminən Kadıköy. Belə biz hal-hazırda Sultanahmet Ayasofya tərəfdəyik. İnşallah ki videomuz davam edəcək. Hələlik.
Görün nə boydana kruizdir, MSC-dir. O səhv eləməmişsə dünyada ən belə bahalı kruizlərdən birini daşıyan şirkət olmalıdır. O ilə paralel biri də var, onun adı yadımdan çıxıb. O belə çox təmizdir ya. Yerin dibi belə görsəndir. Mən burada GoPro-la da deyəsən görsənir. Təmizdir, çox təmizdir. Oralar Taksim meydanı tərəfdir. Kruiz dəhşət böyüdür. Adi balaca gəmilərdən bəlkə də bir 20 dəfə, 30 dəfə böyüdür. Oralar səhv eləməmsə Kadıköy olmalıdır. Ən ləzzət elədiyim yerlər tərəf. Yəni İstanbulda ən çox xoşuma gələn Kadıköydür mən. İnşallah alınsa orada gedəcəm. Allah qoysun. O tərəflər dolma bahçedir. Sən görüm bir dəqiqə. Buralar dolma bahçedir. Beşiktaş tərəf. Oralar da deyəsən Böyükada olmalıdır. Səhv eləməmsə. Çoxdandır. 2018-də gəlmişəm bura. 6 il bundan öncə. 6 il yox, 8 il. 8 il. Amma bu his tam başqa bir hisdir. İnşallah Allah sizə də nəsib eləsin bundan gözəl şəhərlər, ölkələr gəzəsiz dostlar. Amma insan təmiz dincəlir də, beyin təmiz dincəlir. Yeni fikirlər gəlir. İnşallah sağlıq olsun. Yes, no problem. Boşum, bir dəqiqə çəkim. Belə bir yazı görürəm. Arabalı vapur harem. Yəqin ki bu Avropadakı gördüyümüz öz maşınınla daxil olursan gəmiyə. Harası aparır, yəqin ki harem aparır, bilməm. Məncə bu sistem Azərbaycanda da məncə tətbiq eləmək olar. Əgər most tikilmədisə Xəzər dənizi tərəfdən məncə bunu tətbiq eləmək olar ki, misal üçün bilmirəm, indi Zıq tərəfdən Tvahçat tərəfə, nə bilim, Şıxov tərəfə belə bir gəmilərdən məncə istifadə eləmək olar, Bibiheybət tərəfə. Yox. Kim ki istəyir ki, maşınla girsin, oradan probkalarla getmək istəmir də. Bəlkə də aşağı yuxarı eyni saat olacaq ças pik vaxtı. Bəlkə də ondan da az olacaq. Amma daxil oldu, rahat özü üçün o yandan çıxdı probkasız bir şeysiz. Şəhərin probkalarını, Babəkin, nə bilim, 8 noyabr prospektinin və yaxud da Heydər Əliyev prospektinin, Dərnəgülün probkalarını görmək istəmir. Amma şəhərin o biri tərəfinə keçmək istəyir. Maşınlar düzülüblər. Mən göstərim. Hətta avtobuslar belə deyəsən növbəsini gözləyirlər. Çox maraqlıdır. Bəli, qismət oldu. İnşallah Kadıköy'e gedirik. Hələ paromla gedirik. Və belə bir ki, Eminönü'dən, indi hal-hazırda Eminönü'ndəyik. Kadıköy'e 65 TL'dir. Bu da bizim təxminən 2 manat 50 qəpik eləyir. Daha sonra bir də İstanbul kart aldım. Qırmızı rəngdə. Ona heç inandırım bilmədim. Mən 13 manat idi, neçə idi belə bir kartdır. Bir dənə bu kartdan aldım, bəs eləyir ki, 2 nəfər də buradan keçə bilir. Lütfen Palas Mahalline girmeyiniz. İnişlerinizi mutlaka yolcu rampası üzerinden yapınız ve dikkatli olunuz. Yolculuk süresinde çocuklarınızı yanınızdan ayırmayınız. Cam yelekleriniz koltukların altında ve cam yelek dolaplarındadır. Lütfen çevremizin ve denizlerimizin
deməli Kadıköydə çox yerlərə getmədik. Biraz hələ qalxdıq yuxarılara. Biraz alış-veriş elədik. Üngülvari və biraz dincəldik. Marojna, kofe zat belə şeylər. Və indi gedirik inşallah yenidən Kabataş tərəfə, yəni Taksimdən biraz aşağıdadır. Oradan da çox güman ki Kabataşa qalxacağıq bu şeylərlə, səhv eləməmişəm, funikulyorla. İndi birazdan baxacağıq. Belə, indi aşağı yuxarı yenə də eyni puldur. Buradan Kabataşa getmək biraz bahadır, 73 TL'dir, bayaq 65 TL'dir. İstidir, nə yalan deyim, biraz istidir, ona görə haldan salır adamı. Nə qədər su içirsən yenə də azdır. Adam çox təriyir. Amma kölgədə yaxşıdır. Günün altında dəhşətdir. Amma kölgədə qəşəng sərindir. Yəni dözmək olur. Belə bomboşdur. Əsasən cəmaət yuxarıda əyləşib. Gördüyünüz kimi. Birazdan yenə də çəkilişlərimiz davam edəcək. Məşhur Taksim meydanına gəldik. Kabataşdan deməli C ilə qalxdıq. Funikulyorla. Ucuz. Düzdür, bir stansiyadır. 1 manat 50 qəpik. Biz belə baxanda bizdə də 1 manatdır da funikulyor. Nəyə fikir verdim? 6 il bundan, 8 il bundan öncə mən burada olanda bura açığı deyim çirk idi. Bax indi baxıram ki, yox, maşallah olsun, təmizdir. Nə yalan deyim? Artıq kifayət qədər irəliləyiş var. Həmin o Taksim meydanı kim ki ən çox ziyarət olunan yerlərdən biri də məncə elə buradır İstanbulda. Biri təbii ki Sultanahmet tərəfdir. Keçən səfər mən gələndə burada qalmışdım. Nakre bir otel var. Prosta buranın spusq padyomları bildiyimiz Sovetskidə, bildiyimiz ha. Yəni ki o yanı bu yanı yoxdur. So, indi yavaş-yavaş gedək. Biraz çörək yeyək. Sonra o gülləyə gedək. Həmin o məşhur. Çox maraqlıdır. Daha çox. 8 il bundan öncə olanda buralarda biz həmin o gülləyə getməmişdik. Gülləyə. Qaleyə, qale. Belə dostlar. İnşallah gedək biraz çörək yeyək. Uca acımışıq. Görüşərik. Deməli dostlar, Taksim meydanındayıq hal-hazırda. Belə bir opşir kebab seti sipariş vermişik. Bir də belə bir mangal üstü oxşar bir salata oxşayır. Sonda dad və qiymətini də deyəcək. Bir dənə də kola. Nuş olsun. Hə dostlar, deməli yeməklər açığı çox dadlı idi. Taksim meydanında idi yenə. Dadlı yeri, adını bilmirəm da. Ümumilikdə 1890 TL gəldi. 2000 TL ödəniş elədim. Yəni çay boyla bir yerdə. Və salam. Yəni o da bizim pulla təxminən 71 manat eləyir. 2 nəfərə 71 manat şəhərin dür mərkəzində deməyim ki azdır, deməyim ki çoxdur. Çünki olub ki Avropada 110 manat da verdiyim olub, 120 manat da verdiyim olub, amma belə pis deyildi, normal idi. Amma dadlı idi. Adamın üstündə Allah var, dadlı idi. Hal-hazırda bu Taksimdəyik. Bu küçənin adını inanın ki bilmirəm. Amma bizim Targov fason küçədir. Biraz buralarda gezəcəyik. Sonra yavaş-yavaş öz otelimizə yaxın gedəcəyik. Allah qoysa bizim otel Sultanahmet tərəfdədir.
Dostlar, bir də salam. İstanbuldayıq, Kabataşdayıq. Hal-hazırda buradan yuxarı hissə Taksim meydanıdır ki, buradan funikulyorla bir addım yuxarıdır. Keçən səfər biz buradan qalxmışdıq. Benzinə bir dənə fikir vermək istəyirəm. 95 benzin 67 lirayadır təxminən. Bizim pulla 2 manat 40 qəpik eləyir. 95 benzin. 2 manat 40 qəpik. Belə bir yer var, qəşəng bir park düzəldiblər. Ayaqla qalxırsan ora və qəşəng Bosfor boğazına da belə deyim, İstanbulun sahil yanı yerlərini görə bilirsiniz. Buradan inşallah alınsa, vaxtımız çatsa Böyükadaya gedəcəyik. Böyükadaya inşallah onu da çəkilişləyəcək. Biraz qabaqda da Beşiktaş tərəfdir. Buradan hələ bir ki belə gedəcək. Beşiktaş və Dolmabahçe. İndi orada çalışacaq gedək. Baxaq görək, növbə yoxdursa çalışacaq gedək inşallah. Hələlik. Bəli dostlar, hal-hazırda artıq Dolmabahçeyə girdik. Deməli, biletlərdən ilk öncə başlayaq. Biletlər əzlərim 2 nəfərə 4000 TL. Təxminən deyəcəm 140 manat pul. Yəni 70 evrodan hətta biraz da çoxdur. 75 evro falan 2 nəfərə. Təbii ki, qiymətlər çox bahadır. Yəni hədsiz bahadır. Amma buranı gəlib görmək istəyirdik. İnşallah. Bir də bu audio qayd götürmüşük. Buradan girmişik. Bu daxil olmadan öncə haradakı artıq tiketi, bileti yoxlayacaqlar. Düz orada solda həmin bu bələdçini, yəni audio qaydı, audio bələdçini verirlər. Pulsuzdur. Sadəcə olaraq pasportlarınızı qoyursunuz orada. Sizə talon verirlər ki, qaydanda da həmin talonu verib pasportlarınızı götürəsiniz. Və indi bilməm hansı dillər var. Kim üçün hansı dil daha rahatsa o dildə seçə bilər. Misal üçün indi bilməyənlər üçün deyim ki, mən özüm rus bölməsini bitirmişəm də. Ona görə də mənim üçün rus dili daha rahatdır. Rus dilini seçdim. İndi inşallah bir-bir qulaq asacağıq. Belə. Hələlik ki, bu inşallah gedə görə içəridə nələr var. Sultanın yediği qab-qazaq.
Sultan Hamamı. Bu da Dolmabahçe'den gözəl bir Bosfor görüntüsü. Çox qəşəngdir də, yəni hədsiz. Dostlar, deməli biz hal-hazırda Lavantadayıq, Levantada. Bura elə bil ki, İstanbulun biraz biznes yönündə də, belə deyim də, bizim elə bir Port Baku tərəfidir. Biznes sentrlərin daha çox olan məkanıdır. Oturmuşuq çörək yeri Özkonyalı 1987-də. Sağ olsunlar, belə bir şey sifariş vermişik. Bu Ali Nazikdir, məndəki olan Ali Nazikdir. Bunun adı açıq yazıdan çıxdı. Bunları təsəvvür edin. Bildilər ki, biz Azərbaycandan gəlmişik. Bunların hamısını pulsuz verdilər. Bunu salatıdır. Bu da salatdır. Bunu biz istədik. Bu acılıdır. İkisini də hədiyyə gətirirlər. Biz yəni sifariş verdiklərimiz bir dənə bunlar 3 dənə şeydir. Bunlar sizə hədiyyədir. O boyda yolu gəlmişik. Doğrudan ləzzət elədi. Açıq, nə yalan deyil. Çox ləzzət elədi. Təbii ki, biz də öz növbəmizdə yaxşılığımızı eləyəcəyik də. Ona görə hələlik isə bizə nuş olsun. Deməli dostlar, yeməklər çox dadlı idi. Həqiqətən ləzzət elədi. 1525 TL çıxdı. Bizim pulla 55 var. Məncə normal qiyməti idi. Amma ancaq 3 dənə şeyin yeməklər, bir də ki kola burada çıxartdılar, başqa heç. Biraz şəhərlicəyik bu istiqamətləri. O tərəflərdə biraz yeni binalar çoxdur, göydələnlər. Artıq biz qayıdırıq yavaş-yavaş öz bildiyimiz yerə. Yəni daha çox turistlərin olduğu yerdə. Burada demək olar ki, turist yoxdur. Burada hamı demək olar ki, burada elə yaşayanlardır, türklərdir. Yəni, biznes sentrlər. Təşəkkürlər, yeməkləri çox dadlı. Bilmirəm bu kamera götürəcək yoxsa yox. Bu spuska. Baxın, Sovetskidən də böyük padyomlar və spuskular var bu qabaqda. Dəhşət ha, yəni ki yoxuş deyirəm sənə. Qırğın. Buralar heç. Biz Balat tərəfdəyik. Burada rəngli binalardır. Cürbəcür rəngli binalardır. İnşallah ora qalxacağıq. Görək nə deyir. Bir dənə buranı da çəkeyim. Onu bax bir dənə. Böyle padyom var. Oo, dəhşət. Çox dikdir, dəhşət. Bəlkə də yağış yağanda, qarı demir amma yağış yağanda ucu çətinlik çəkərsən qalxmağa. Çünki yer var beləncə sürüşkəndir. Bu daşlar sürüşdürür. Belə. Belə bir möhtəşəm bir panorama var. Qalxırıq hələ yuxarı. Pləkanlardır, dəhşət çox pləkandır. Adam təngə nəfəs olur və rəngli evlərə çatmağa çalışırıq. Görək çatacağıq yoxsa yox. Amma buradan qəşəng vid açılır Bosfora. Dostlar, Forum İstanbul'dayım. Yəni böyük moldur da bura.
və özbə xidmət var. İstədim yəni bunu da çəkim. Baxın. Mən indi rus dilini yaxşı bildiyimə görə rus dilinə çevirirəm. Şu bax indi elə bir ki baş alvardır. Neçədir? 290 TL. Atıram bura. Çıxdı ki artıq yaxınlaşdı. O şalvar ucu var. Sonra yadınızda saxlayın 290 TL. Sonra belə bir şeydir. Bu neçədir? 190 TL. Bunu da atıram bura. Oldu 2 dənə var. Gördünüz? Hardan bilir bilmirəm. Emin o həmin tavarı görür ha. 190, o da 290, bu da 390. Belə bir şeydir. Onu da atıram bura. Oldu 3 dənə var. Yəni də belə bir şeydir. Bu da 190 TL. Bunu da attım bura. Bunu hələ ki görmür. Bu Deyəsə 3 dənə artıq oldu. Neysə, get düşdü. Ödəməyə geçin. Görürsünüz, eyni şeyləri tapdı. Və burada göstərdik qiymətləri. Görürsünüz. Poşet etkiler. Bir dənə poşet hansındandır? S kağız, M kağız, L kağız. Bilmədim də bu hansıdır. Böyle bir poşetdir. Okey. Götürək ki bu güya ki ən böyüyüdür də L. Nə eklədik. Devam. Nə qədər? 775 TL. Nakit. Şimdi bura ödə. 775. Biraz 200, 400, 600, 800. Evet, 800 hamısını koyuram bura. Uzatımı da qaytardı. Gördün? 25 TL. Maraqlı. Çeki de verəcək buradan. Lütfen tabi bunu sallayın. En görün ne değil. Ha burada. Vəssalam. Düz buna da ayrıca bir dənə də ödəyəcəm də. Çünki mən üçünü ödədim, birini görürsünüz ödəməmişim. 775 TL də bir dənə tez bazar bizim pula çevirim. TL to Azen 775 28 manat. Teşekkürler. Deməli dostlar, belə həmin o molun içindəyik. Forum İstanbul. Belə bir yeməklər sifariş vermişik. Budur, bir də budur. Kola. Hamısı bir yerdə 880 TL elədi. Bizim pulun 32 manat. 4 saate yaxında buradayıq, alışverişlər edirik, kalan. Ona görə artıq həm yorulmuşuq, həm də acımışıq. Nuş olsun. Dadı pis deyil. Ucu biraz dadına baxmışam. Normaldır. Yaxşıdır. Gedər. Hələlik.